Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Paşayeva Aytekin, Namazov çalışmalar kitabından səhifə 198-də olan sualların izahını sizlərə verəcəyəm. Deməli, silindrin həcmi mövzusudur və davamıdır. Bundan əvvəlki hissənin videosu çəkilib paylaşılmışdır. Deməli dostlar, kanalımıza abunə olmanızı sizdən xahiş edirəm, dəstək olmanızı sizdən xahiş edirəm. Daha çox izahlardan faydalanasınız. Mənim üçün də daha çox faydalı olasınız. Bu qədər dostlar, keçək izahımıza. Çalışma 9-dan baxaq. Çalışma 9. Silindrin həcmi 280 metrin kubudur və bərabərdir 280 metrin kubu. Hündürlüyü 7 olarsa h. 7 olarsa oturacağınız sahəsini tapın. Deməli, V bərabərdir S oturacaq vurulsun H düsturundan silindrin həcmi tapılır. Deməli, S oturacaq vurulsun H bərabərdir. S oturacaq, H-ımız 7-dir, həcmimiz də 280-dir. Onda S oturacaq bərabər 280-i 7-yə bölsək, alarıq 40. Deməli, S oturacağımız 40 metrin kvadratı olar. Keçək çalışma 10-a. Silindrin həcmi V bərabərdir 3600 desimetrin kubu. Oturacağının sahəsi S oturacaq bərabər 240. Olarsa hündürlüyü tapın. H bərabər sual. V bərabərdir S oturacaq vurulsun H düsturundan istifadə edirik silindrin həcmini tapmaq üçün. Elə deyilmi? İndi məndən S oturacağı verir. 240 vurulsun H bərabərdir 3600. H bərabərdir 3600 bölünsün 240-a. 0 getdi, 12-yə bölə bilərəm. Burada 12-yə böləndə burada 2, 12-yə böləndə 30. O da bərabərdir 15. Deməli, H-ımız oldu 15 desimetr. Cavab oldu 15 desimetr. Bu şəkildə almış olduq. 11-ci çalışmadan davam edək. Çalışma 11. Aşağıdakı şəkildə verilmiş silindirlərin həcmini tapın. Pi-ni verir 3. Deməli, S oturacaq V bərabərdir. S oturacaq vurulsun H. S oturacaq bərabərdir. Radius 4-dürsə, pi R kvadratı, yəni Pi'miz 3-dür, R'miz də 4-dür. 4-ün kvadratı 16, 3, 48 olmuş oldu bunun sahəsi. Onda V bərabərdir. 48 vurulsun 7,5. Hündürlük axı bizə 7,5-dir. R də bərabərdir 4 santimetrdir. İndi gəlin 48-i vuraq 7,5-ə və beləliklə həcmimizi alaq. Bizə verdi 360 santimetrin kubu. Bu birinci şəklin həlli idi. İndi keçək ikinci şəklin həllinə. Deməli, R bərabərdir 8,5, H bərabərdir 3,6. Deməli, S oturacağı biz taparıq. S oturacaq pi R kvadratı, pi 3-dür, R'miz də 8,5-in kvadratı. Bunu hesablasaq, gəlin hesablayaq. Bu da bizə verəcək ümumi olaraq 216,75. Bu S oturacaqdır. H-ı da bilirik 3,6. V bərabərdir S oturacaq vur H. O zaman 216,75 vurulsun 3,6. Bunu da vuraq 3,6-ya. Bu da bizə verəcək 780,3 desimetrin kubu. Cavabımız olacaq bu şəkildə. Davam edirik 12-ci sualdan. Çalışma 12-dən davam edək. Çalışma 12. Şəkildə silindrin açılışı verilmişdir. Bu silindrin həcmini hesablayın. Deməli, radius 3-dür. O zaman bunun S oturacağını tapa bilərəm. Pi-ni 3 verir. Pi R kvadratı.
pi 3'dür. R'imiz 3'ün kvadratı. Bu oldu 27. H'ımız da buradan göründüyü kimi 5'dir. Bizə başqa heç nə lazım deyil. H 5'dir. Onda V bərabərdir. S oturacaq, vurulsun H. S oturacağımız 27, H'ımız 5. Bu olur 35, 5 2'ye 10, 13, 135 santimetrin kubu. Həcmi tapdıq, bu şəkildə almış olduq. 135 santimetr. 135 santimetrin kubu. Davam edirik çalışma 13'dən. Çalışma 13. Dostlar, kanalımızı baxırlar, faydalanırlar, amma kanalımıza abunə olmurlar. Sizdən xahiş edirəm, kanalımızı bəyənib abunə olun ki, daha çox faydalı olduğumu hiss eləyim, bilim ki, faydalanırsınız. Bu şəkildə davam edək çalışma 13'dən. Deyir ki, çən oturacağının radiusu R bərabərdir 1,6, hündürlüyü isə 2,5 metr olan silindir şəklindədir. Çənə 8'də 5, həcminin 8'də 5 hissəsi qədər su doldurulmuşdur. Çəndə neçə litr su var? Burada hər şey metrlə verilib. Biz bunu metrlə tapaq, sonra desimetrə çevirək ki, neçə litr su olduğunu tapaq. Gəlin belə eləyək. Bunun həcmini tapaq. O zaman həcm belə hesablanır. S oturacaq, vurulsun H. S oturacaq 1,6. Belə deyək də, gəlin kənarda mən çevirim elə hər bir şeyi birbaşa elə. R bərabərdir 1,6 metrdirsə, bu bizə verir 160 desimetr. R bərabərdir, H bərabərdir 2,5 metrdirsə, bu olar 25 desimetr. Elə deyilmi? İndi mən S oturacağı tapmaq üçün pi R kvadratı. Pi'miz 3'dür, R'imiz də 160 desimetrdir. 160'ın kvadratı. Gəlin deməli 160 256 25600 vur 3. Aha, bu bizə verəcək 76800 desimetrin kvadratı. İndi V bərabərdir. S oturacaq, vurulsun H-ı tapanda. S oturacağımız 76800. H-ımız isə 25. Bu da bizə verəcək 1.920.000. İndi bu çənin tutumu bu qədərdir. İndi bu 8'də 5 hissəsi su var. İndi gəlin bunun 8'də 5 hissəsini tapaq. Bölək. 1 milyon. Səkkizə bölək. Vuraq 5'e. Bu da bizə verir 1.200.000. Bu da o deməkdir ki, 1.200.000 litr su var. Mən niyə belə elədim? Burada metrlə verib, bizdə də deyir neçə litr su qaldı, litr. Bununla verir, litrlə soruşur. İndi bilmirəm cavabda necə verilib, amma mən bu şəkildə yazdım. Bu qədər dostlar, sağ olun, görüşərik. Növbəti suallarda görüşmək üzrə.